Salam hər kəsə. Bu gün sizlə bərabər ismi, mənsubiyyəti və biraz da hal şəkilçiləri haqqında danışacağıq. İlk öncə bilməliyik ki, mənsubiyyəti və halı fərqləndirmək üçün şəkilçiləri əzbər bilməliyik. Adlı halın xüsusi şəkilçisi yoxdur, amma biz mənsubiyyət şəkilçisi olan sözdə heç bir şəkilçi yoxdursa, hal şəkilçisini nəzərdə tuturam. Bu zaman biz onu adlı halda götürürük. Yəni mənsubiyyət şəkilçisi olan istənilən sözü əgər başqa hal şəkilçisi yoxdursa, siz onu adlı halda götürəcəksiniz. Yerli hal ın, in, un, ün şəkilçisidir. Yönlü hal a, ə. Məsələn, sənə, evə yön bildirir. Yəni ev, evə. Təsirli hal ı, i, u, ü şəkilçisidir. Yerli hal da, də. Çıxışlı hal isə dan, dən şəkilçisidir. Yəqin ki, bilirsiniz. Şəkilçidə ı, i, u varsa qapalı saat var, 4 variantlıdır. Əgər a, ə varsa 2 variantlıdır deməli. Üstünə 2 yazırıq. Deməli, bunları bildik. Yəni indi də mənsubiyyət şəkilçilərini fərqləndirək. Mənsubiyyətdə isə şəxslərə görə dəyişir. Var birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Bu birinci şəxs tək ola bilər, yəni bir dənə mən ola bilərəm. Bir də ola bilər ki, birinci şəxs cəm ola bilər. Məsələn, biz ola bilər. Yazıram mən, biz. İkinci şəxs sənsən, səni göstərirəm. Bir də səndən çox ola bilər də. O da olur siz, cəmlətdim. Üçüncü şəxs isə o və onlar. Yəni burada cəmidir, bu hissədə cəmdir, o biri hissədə isə təkdir. Və biz mənsubiyyət şəkilçiləri buna görə də qoyuruq. Deməli, mənim kitabım mənsubiyyət şəkilçisini asan yadda saxlayırsınız. Birinci ımdır, ikincidə m olur n. Və cəmində isə bir dənə ız artırırıq. Yəni ımız, z, bir də ınız. Bu mənsubiyyət şəkilçisidir. Üstdəki ıdır, larlər və bəzən ı. Yəni burada çətin heç nə yoxdur. Bu şəkilçiləri fərqləndirsəz ki, bunlar hal şəkilçisidir. Bunlar da mənsubiyyət. Mənsubiyyət asandır. Imız, ın, ınız, ı. Всё. Bu qədər sadədir. İndi bax görək bunlardan hansıları eynidir. Görürsünüz, ın burada da var, burada da var. I, i, u, ü burada da var, burada da var. Bəs biz bunları necə fərqləndirək ki, bu nə vaxt mənsubiyyətdir, nə vaxt hal şəkilçisidir. Bir şey yadda saxlayın ki, əgər hal şəkilçisidirsə, mənsubiyyət, bax belə düşünün ki, 2 dənə bacı var. Bunu həmişə uşaqlara deyirəm. Yan-yana gedən qoşa bacılardır. Bunlardan birincisi hal olur. Yəni hal. İkincisi mənsubiyyət olur. Və yaxud da ana qız olaraq düşünün, ata oğlu olaraq düşünün. Hal daha böyüdür. Mənsubiyyət onun balacasıdır. Və düşünün ki, hal həmişə yanında mənsubiyyəti gəzdirir. Bəzən ola bilər ki, bunsuz da çıxa bilər mənsubiyyət. Onu da biz özümüz artırırıq. Yəni həmişə nəzarət olur. Bunu yadda saxlayın. Hal, sonra mənsubiyyət. Deməli, biz nə vaxt ın şəkilçisi görsək, ı şəkilçisi görsək, bunun mənsubiyyət olduğundan şübhələnsək, qabağına hal şəkilçisi artırmalıyıq və yaxud da cümlədə hal şəkilçisi tapmalıyıq. Əgər görsək ki, burada hal şəkilçisi var, deməli, hə, bu mənsubiyyət imiş. Əgər yox, mən bunu bura artıra bilmirəmsə, məna yoxdursa, deməli, elə bunun özü hal imiş. Halın qabağına hal artırmırıq ki. Uşaqlar, bunu da, bax, görürsünüz, mən, sən, o, biz, siz, onlar yazmışam da. Biz bunun ən yaxşı versiyası yadda saxlayın. Bax, bu mən, sən, o, biz, siz, onlar şəxs əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul eləmir. Əgər siz mənim sözündə im görsəz, yəri halda bir şey yadda saxlayın ki, ın olmur da, elə bir məna itirdi, yəni m-yə keçir. Amma bu da yəli hal şəkilçisidir. Yəni bu da yəli haldır. Buradakı mənsubiyyət düzdür. Mənim sözünün yanında olanda olur da, yəni hal şəkilçisi. Mənim. Bax, bu hal şəkilçisidir. Sonra sənin sözündəki in, onun sözündəki in, bax bunlar haldır. Niyə? Bax bu mən, sən, o, bax bu 100% bunu bir yerə qeyd edin. Ən lazımlı məqam budur. Bunların üstündə heç vaxt mənsubiyyət şəkilçisi olmur. Mümkün deyil. Yəni sən onun sözünü görsən, deyəcəksən ki, hal şəkilçisidir. Və mənsubiyyət şəkilçisi söz varsa burada, qabağına onun artırarsansa, yəni hal şəkilçisi söz, deməli elə bu mənsubiyyət imiş. Bir şey yadda saxlayın. Yəni, bura qeyd edeyim. Mənim, mənsubiyyətin qabağına hal şəkilçisi, sənin, onun artırırıq. Hal şəkilçisi ilə söz artırırıq. Bizim artırırıq. Biz yox, bizim. Siz yox, sizin. Onlar. Bax, bunları artırırıq. Bu zaman bunları qəbul edirsə həmin söz. Deməli, o, mənsubiyyət şəkilçisi sözüymüş. Çünki nə dedik? Mən, sən, o, biz, sizin üzərindəki yalnız və yalnız hal şəkilçisidir. Heç vaxt və heç vaxt mənsubiyyət ola bilməz. İndi, tutalım ki, yazmışam ki, sənin kitabın.
Birinci bir şəkilçiləri fərqləndirməliyik. Biz bayaq dedik ki, ın nə şəkilçisidir? Mənsubiyyət də ola bilər, halda. Bu sözdə də ın var, bu sözdə də ın var. Birinci şəkilçisini tapdıq. Hə, bəs bu necə fərqləndirim ki, bunun hansı haldır, hansı mənsubiyyət? Müəllimə bura yazmışdı ki, birinci hal olur, ikinci mənsubiyyət olur. Yəni sən buradan bilə bilərsən ki, buradakı hal şəkilçisidir, burada mənsubiyyətdir. Həmişə belə olur. Əgər kitabın olsaydı təkcə sənin sözü burada olmasaydı, qabağına sənin artırsan, deyəcəydin, hə, sənin artırdıq. Bəs mən nə bildim ki, bu sənin hal şəkilçisidir? Mən bayaq dedim axı, mən, sən, o, biz, siz, onların yanındakı bu şəkilçilər haldır. Heç vaxt mənsubiyyət ola bilməz. Ona görə biz mənsubiyyətin qabağına bunu artırırıq da. Bu haldır, həmişə haldır. Heç vaxt mənsubiyyət ola bilməz. Bunu yadda saxlayın. Ona görə mənsubiyyətin qabağına rahatlıqla mənim, sənin, onun artırırsınız. Bəs mən nə bildim ki, ının qabağına sənin artırım? Niyə onun artırmıram? Ağa uşaqlar, baxın, ın şəkilçisinin qabağında sənin var. Deməli, ının qabağına sənin artıracaqsan, ının qabağına da onun artıracaqsan. Fisyo. Bu zaman mənsubiyyə şəkilçisini tapdın. Bu qədər sadə. Niyə ancaq ınla ın? Çünki bu ikisi oxşardır axı mənsubiyyətə. Başqa mənsubiyyətə oxşar şəkilçi yoxdur burada. Bu iki şəkilçidir bizim fərqləndirmədiyimiz. Bunu başa düşdük. Bu iki məqamı bildik. Məsələn, indi burada nümunələr var. Gəlin mən sizə kitabım gözəldir. Hə. Bu ım şəkilçisi mənsubiyyətdə də var, yəli halda da ım olur. Mən nə bilim bax bu ım indi mənsubiyyətdə yoxsa haldır? Mən hardan biləcəm? Görüm qabağına yəli artıra bilirəm. Yəli artırsam deməli bu mənsubiyyət imiş. Məsələn, mənim, niyə mənim artırdıq? Dedik axı bunların qabağında mütləq hal şəkilçili əvəzliklər artırmalıyıq və mən, sən, o həmişə hal olur, mənsubiyyət olmur. Kitabım. Bu sıxım yadımıza düşdü. Birinci yəli hal gəlirdi, sonra mənsubiyyət olurdu. Bu şəkilçi yadımıza düşdüm. Deməli, burada yəliyim varsa bu neymiş? Mənsubiyyət şəkilçimiymiş. Çünki qabağına hal artırdım. Bir sözlə, mənsubiyyətin qabağına əgər mənim, sənin, onun, bizim artıra bilirsənsə, deməli, buradakı mənsubiyyətdir. Əgər artıra bilmirsənsə, deməli, halmır. Sualları çox çətin idi. Məsələn, deyirəm ki, onun sualları çox çətin idi. Onun artıra bildim də, ı olanda onun artırın, ın olanda sənin artırın. Bu da nəyə görə belədir? Bayaq dedim. İkinci şəxsdə sənin olduğuna görə, üçüncü şəxsdə də onun olduğuna görə ı artırır. Bu qədər sadə. Deməli, bu nəymiş? Bu mənsubiyyət imiş. Bəs deyərsən, müəllim, bəs mənsubiyyətin qabağını yəliyi artırmalı deyirəm. Artırmışıq da, onun sözündəki un yəlik axı. Bu da yəlik haldır. Şagirdin kitabı evdə qalmış da. Aha, baxıram, mənim qarışdırdığım şəkilçilərdən biri ındır, biri ıdır. Mənsubiyyətlə hal deyəndə, yəliklə mənsubiyyət fərqləndirmək deyəndə, təsirliklə mənsubiyyət, yəliklə mənsubiyyət. Siz ancaq ın şəkilçisini axtarın, bir də ı şəkilçisini axtarın. Digər o bir şəkilçilər asandır onsuz da. Biləcəksiniz ki, məsələn, da varsa hal şəkilçisidir, a varsa hal şəkilçisidir. Siz bunu biləcəksiniz. Bizim əsas fərqləndirdiyimiz ınla ı şəkilçisidir. Şagirdin kitabı. Şagirdin yəlik haldır. I mənsubiyyətdir. Hardan bildim? Əgər mənsubiyyətin qabağına yəli hallı söz artıra bilirəmsə və yaxud da bunu sil, onun kitabı da deyə bilirəmsə, deməli bu nəymiş? Yəli halıymış. Namərdin xəyanəti. Baxın, əgər belə birləşmələr görsə, namərdin xəyanəti, sənin kitabın, nə bilim və s. Bunu bilin ki, birincisi yəli haldır, ikincisi mənsubiyyətdir. Bu yəli haldır, bu mənsubiyyət şəkilçisidir. Gözüm səndən su içmir. Hə. Deməli, biz yadımıza salırıq mənsubiyyət şəkilçiləri ımız, ınız. Burada ım var. Bilmirəm, mənsubiyyət də hal da ola bilər. Səndən su içmir. Gözüm. Mənim tanış şəkilçim ümdür. Deyə bilərəm də mənim gözüm. Özümü nəzərdə tuturam. Hə, deməli, bu mənim yəli halım olduğuna görə bu mənsubiyyətim imiş. Mənsubiyyətin qabağını yəliyə artırırıq. Doğru, yalanı kəsəcək. Doğru sözü özü sadə sözdür. Yalanla da yalan ı aranır. Aha, mən nə bilim, bu ı şəkilçisi təsiri haldır, yoxsa mənsubiyyət şəkilçisidir. Deməli, yalanı kəsəcək. Doğru, onun yalanı kəsəcək deyə bilərəm. Dedik axı, ının qabağını onunla artırmalıyıq. ın olsaydı sənin artırardıq. İndi artıraq. Doğru, onun yalanı kəsəcək. Olmur axı. Doğru, onun yalanı sözümüz yoxdur. Aha, qabağını yəliyə artıra bilmədim. Deməli, bu mənsubiyyət deyilmiş. Halı qəbul eləmirsə, deməli, özü haldır da. Niyə hal qəbul eləsin ki? Mənsubiyyət halı qəbul edir. Deməli, bu təsirli hal idi. Əgər onun artıra bilsəydim, mən buna mənsubiyyət deyərdim. Həyat qaliblərindir. Qaliblər
in. Bax, biz bu şəkilçisini fərqləndirə bilmirik. Bir ın, bir də ı şəkilçisini. Həyat qaliblərindir. Gəlin artıraq. Həyat ın olanda nə artırırdıq? Sənin artırırdıq. Həyat sənin qaliblərindir. Məna tamamilə itdi. Həyat sənin qaliblərindir nə deməkdir? Belə bir cümlə var. Bax, bu hal şəkilçili sözünü bura artıra bilmədim. Deməli, bunun özü elə hal imiş. Halı qəbul eləmirsə, deməli, hal şəkilçisiymiş. Deməli, bu yiyəli haldır. Bilmirəm, mənim dediyimi başa düşə bilirsinizmi? Çox loru dillə izah eləməyə çalışıram və çox danışıram ki, başa düşəsiniz. Sizi çoxdan gözləyirik. Məni fərqləndirə bilmədiyim bir ın, bir ı şəkilçisi. Baxıram sizi. Bayaq dedim, mən, sən, o, biz sizin yanında ı görsən, ın görsə, bil ki, o 100% haldır. Heç vaxt bunların yanında mənsubiyyət ola bilməz. Deməli, elə bunun özü nəymiş? Hal şəkilçisidir. Yəni, təsirli halın şəkilçisidir. İndi istəyirəm ki, bu cümlələri dəftərinizə qeyd edəsiniz və yaxud da yazasınız. Çox xahiş edirəm, videonu dayandırın. Bunları yazın, görün, tapa bilirsiniz. Amma hamısını yazıb qurtarandan sonra videonun izahına baxın. Gözləyirəm, siz bunları qeyd edin və yazın. İndi mən sizə izah eləyəcəm. Əgər udursa, qabağına onun qəbul eləsə, deməli o mənsubiyyət imiş. Əgər sənin qəbul eləsə, yenə də mənsubiyyət imiş. Amma əgər qəbul eləməsə, o hal şəkilçisidir. Aha, indi mən izah edirəm. Yolu xeyli vaxtdır buradan düşmürdü. Kimin yolu? Deyirəm ki, qabağını artırım. Deyirəm ki, məsələn, Nigarın yolu xeyli vaxtdır buradan düşmürdü və yaxud da onun ən yaxşısı. Onun yolu. Niyə u artırdım? U olanda onun artırın. Yəni I, U olanda. Əgər ın, in, un olsa qabağına sənin artırın. Başqa heç bir variantı yoxdur. Yolu xeyli vaxtdır buradan düşmür. Onun yolu buradan düşmür. Deyə bildim? Bəli. Bu ın dedik ki, mən, sən, o, bizim üstündəki şəkilçilər həmişə hal şəkilçisidir. Bu mənim halımdırsa, deməli bu mənim nəyim imiş? Mənsubiyyətim imiş. Deməli bu mənsubiyyət şəkilçisi idi. Məktubun məzmunu bəlli idi. Burada mənim mənsubiyyətim var. Biz deyirik ki, mənsubiyyətin qabağında həmişə nə olmalıdır? Yiyəli hal olmalıdır. Deməli bunun qabağındakı ın yiyəli haldır. Birinci dediyim kimi şəkilçiləri əzbər bilmək lazımdır. In yiyəli halın şəkilçisidir. I təsiri halın şəkilçisidir. In həm mənsubiyyətdir, I həm də mənsubiyyətdir. Yəni bu homonimdir. Bu şəkilçilər ın və I. Deməli buradakı yiyəli haldır. Onun qabağındakı nə olur? Mənsubiyyət olur. Burada da ın yiyəli haldır. Yadda saxlayın. Qabağındakı mənsubiyyət olur. Və bu sözdə görürüz, içərisinə söz daxil olub. Amma nə olsun ki, söz daxil olub? İnsanın dostu deyirəmsə, ın yiyəlikdir, mənsubiyyətdir. Dediyim kimi, birinci yiyəlik gəlməlidir, ikinci mənsubiyyət gəlməlidir. Ona görə bu yiyəlikdir, bu da bizim mənsubiyyətimizdir. Dostuma kitab bağışladım. Mənim dostuma, öz dostuma bağışladım da, kiməsə yox da, öz dostuma, mənim dostuma kitab bağışladım deyirəm. Deməli, ın burada nəymiş? Mənsubiyyət şəkilçisidir. Və mənsubiyyətdən sonra hal şəkilçisi ola bilər. Baxın, bu yönlü halın şəkilçisidir. A. Uşağı dəcəldir. Aha, I olanda qabağına nə artırmalıydım? Onun. Artırın görüm. Onun uşağı dəcəldir. Deyə bilirəm. Yiyəli halımı artırmışam. Yiyəliyim varsa, deməli onun yanındakı nə olmalıdır? Mənsubiyyət. Uşağı axtarıram. Onun uşağı axtarıram deyə bilərəm. Məna var? Yoxdur. Yiyəliyi artıra bilmədim. Deməli, bunun özü elə nə imiş? Yəni, halı artıra bilmədim. Bunun özü elə hal imiş da. Elə bu təsirli imiş ki, qabağına başqa hal şəkilçisi qəbul eləmədi. Uşağı çoxdur. Onun uşağı çoxdur deyirəmsə, onun uşağı çoxdur. Məna itmir də. Deməli, bu mənim hal şəkilçimdirsə, bu nəyimdir? Mənsubiyyətdir. Birinci hal, ikinci mənsubiyyət gəlməlidir, yadda saxlayın. Uşağı çağırarsan, onun uşağı çağırarsan, sənin uşağı çağırarsan, uyğun gəlmir axı. Deməli, bu nəymiş? Təsirli hal şəkilçisiymiş. Uşağı böyüyür, onun uşağı böyüyür dedim. In, burada yiyəli halımı artırdımsa, deməli, bu nəymiş? Mənsubiyyət. Deməli, yadda saxlayırsınız. Bir də təkrar edirəm. Sözə birinci yiyəli hal şəkilçisi gəlməlidir. İkincisi mənsubiyyət şəkilçisi gəlməlidir. Yəni, bunlar cümlə içərisində yan-yana olmalıdırlar, mütləq ki. Əgər ola bilər ki, cümlədə bu buraxılsın, düşsün, təkcə mənsubiyyət qalsın. Məsələn, buradakılar kimi görürsünüz, uşağı çağırarsan, uşağı çoxdur.
Onu da qabağına özümüz artırırıq. Əgər orada verilən sözdə I, I, U hərfi varsa, qabağına onun artıracaqsan. Əgər bu onunu qəbul eləsə, bu I mənsubiyyət imiş, qəbul eləməsə, deməli elə hal imiş. Əgər ın görsən, qabağına sənin artıracaqsan, deməli bu ın səni qəbul eləsə mənsubiyyət imiş, qəbul eləməsə elə hal şəkilçisi imiş. Bura qədər ümid edirəm ki, mənə başa düşdünüz. Burada da elə onları yazmışam. Hər birini sizə açıqlamasıyla vermişəm. Aha, və təkcə mənsubə şəkilsiz söz gəlsə, məsələn, deyirəm ki, burada yazdığımız, məsələn, uşağı axtar, məsələn, onun uşağı çoxdur. Dedim də, bu mənsubə şəkilsiz sözdürsə, başqa hal şəkilçisi yoxdur da yanında. Deməli, elə bu söz adlı haldadır. Yadınızda saxlayın. Mənsubə şəkilsiz söz, başqa hal şəkilçisi, başqa bütün şəkilçilər ola bilər. Hal şəkilçisi olmasın. Yoxdursa biz onu adlı halda götürürük. Məsələn, uşağı böyüyür, onun uşağı, deməli bu mənsubiyyətdirsə, bu hansı halda olacaq? Adlı halda olacaqdır. Həm mənsubə şəkilsiz sözdür, həm də adlı haldadır. Hal olaraq adlı haldadır. Bunu yaddan çıxartmırıq. Sonra gəldik bizim əsas bir də isimlərdə xəbərli şəkilçilər var. Bunlar da bilsəz çox yaxşı olur, amma bu səfərlik demirəm bunu. Biz gəldik nəyə? Baxın. Bizim milli sözlərimizdə yox, alınma sözlərimizdə. Biz normalda mənsubə şəkilçiliyə görə sözü dəyişəndə başqa dildən aldığımız sözləri ora bir y hərfi əlavə eləyirik. Məsələn, mənim mənşəyim, mənim mövqeyim və s. Bir dənə 2 dənə sözümüz var ki, onlar Azərbaycan sözüdür. Onlar y götürməli deyillər. Y-nı alınma götürməlidir. Amma bunlar qaydaya tabe olmurlar. Azərbaycan olsalar da, Azərbaycan sözü olsalar da, milli sözümüz olsa da, özümüz yaratsaq da, gedirlər alınmanın qaydasından gedirlər. Bu da hansıdır? Bir su sözüdür, bir də su nə sözüdür. Bunlar suyu deyirik. Əslində mənsubiyyətdə n hərfi əlavə olunur öz sözlərimizdə. Bir də nəyi? Görürsünüz, burada alınmalarda y olur deyə. Amma bunlar da milli olsalar da neyniyirlər? Alınmanın qaydasından gedirlər. Su və nə sözüdür. Bunu yadda mütləq ki saxlamaq lazımdır. Bir də sizə bir şey deyim. Əgər siz təsiri hallı söz dedimdə I hərfinin olan sözlər təsiri hallı sözü olub-olmadığını bilmək istəyirsinizsə, baxın, bunun bir iki dənə qaydası var. Bunu da bura yazmışam. Əgər I təsirli haldısa, sözün əvvəlinə bax, bunlardan ikisindən birini istifadə edin. İkisini də yox, qarışdırarsınız. Ən yaxşısı yerinə onu bunu qoymaqdır. Əgər, məsələn, bura yazmışam, kitabı ver. Əgər bilmirsən ki, bu I mənsubiyyətdir, məsələn, yadından çıxıb, qabağını artırdın, onun kitabı ver, alınmadı. Sən uca bildin ki, bunu qəbul eləmirsə, bu deməli təsiri haldır, mənsubiyyət deyil, qəbul eləsə mənsubiyyət olardı. Sən bunu bildin. Amma elə bir cümlə olar ki, başım qarışdı da, neyinirsiniz? Baxın, bu zaman sözün özünü çıxardırsınız, onun yerinə onu bunu qoyursunuz. Əgər onu bunu qoyursanız, deməli bu təsiri haldır. Məsələn, kitabı ver, sildim bunu, deyirəm ki, onu ver. Məna itmədi də. Deməli, bu neymiş? Təsiri hallı sözüymüş. Başa düşdük? Yəni, yerini sildiniz, onu, bunu qoydunuz, bəs eləyir. Mənsubiyyətdə qabağına onun, bax, n olanı, onun, sənin artırırsan, qabağını artırırsan. Amma təsiri halda çıxardırsan o sözü, sözün yerinə qoyursan onu, bunu sözünü, qabağını artırmırsan. Başa düşdünüz? Bu qədər sadədir təsiri halı tapmaq. Və təsiri hal, qeyri-müəyyən təsiri hal var, qeyri-müəyyən yəli hal var. Əslində istəyirəm ki, hal şəkilçisinə aid başqa bir sizə izah çəkərəm. Hər ehtimala qarşı deyim. Qeyri-müəyyən təsiri və qeyri-müəyyən yəli hal var. Bunlarda şəkilçilər gizlənir. Təsiri halda həmin bu söz həmişə feilin yanında gəlir. Məsələn, kitab ver. Ver burada feildir. Əslində kitabı ver formasında olmalıdır. Məsələn, daş at. Yəni əslində daşı at formasında. Yəni feilin yanında gəlir. Bax bu şəkilçi gizlənir, özümüz əlavə edirik, özümüz məzmunundan tapırıq. Bax bu qeyri-müəyyən şəkilçilərdir təsiri halın və bundan nə sualına cavab verir? Buna beyninizi qarışdırmayın. Bir dənə yadınızda saxlayın ki, əgər yenə də fərqləndirə bilmirsiniz ki, bu I hərfi təsirlidir yoxsa mənsubiyyətdir. Əgər qabağındakı şəkilçi S hərfidirsə, bu zaman siz biləcəksiniz ki, bu mənsubiyyət şəkilçisidir. Əgər qabağındakı N hərfidirsə, siz bu zaman biləcəksiniz
biləcəksiniz ki, bu hal şəkilçisidir. Çünki mənsubiyyət şəkilçilərinin qabağında bitişdirici olaraq s hərfindən istifadə olunur. Söz saitlə bitəndə. Hal şəkilçisində n şəkilçisindən istifadə olunur. Yenə də bu qaydalar da yadınızdan çıxa bilər. Bir şey yadda saxlayın ki, sözə birinci mənsubiyyət şəkilçisi artırılır. Bax, mən sözün özündə deyirəm. Bax, bir dənə sözdür. Sözün içində birinci mənsubiyyət artırılır, sonra hal şəkilçisi artırılır. Sözün qabağını artırmağı demirəm. Ha, bayaq dediyim cümlədə sözün qabağını artırırdıq. Məsələn, buradakı kimi. Tutalım ki, mənim kitabım deyirəm. Görün burada nümunələr var. Hə, burada görürsünüz uşağı sözünün qabağını hal artırırdım. Bu ayrı məsələdir. Mən bir sözün içərisində deyirəm ki, ola bilər ki, məsələn, kitabının üzü. Görürsünüz, burada 2 dənə ın şəkilçisi var. Sən əgər bilə bilmirsən ki, bu 2 dənə ından hansı mənsubiyyətdə, hansı haldır? Əgər eyni sözün içərisindədirsə, birinci mənsubiyyət gəlir, ikinci hal şəkilçisi gəlir. Burada artıq bu mənsubiyyət şəkilçisidir, bu hal şəkilçisidir. Yadda saxlayın mütləq ki, sözün içərisində cəm, hal, mənsubiyyət, şəxs onluğu. Ardıcıllıq belə gedir. Yəni birinci mənsubiyyət, ikinci hal şəkilçisi gəlir eyni sözün içində. Amma normalda mənsubiyyəti tapanda biz adi sözlərdə, belə cümlələrdə qabağına yəli hal artırırıq. Mənsubiyyətin qabağına yəli hal artırırıq. Beyniniz qarışmasın. Eyni sözün içərisində olanda birinci mənsubiyyət gəlir, burada mənsubiyyətdə AE hal şəkilçisidir. İkinci hal şəkilçisi gəlir. Amma təkcə sözlər verirsə, məsələn bu sözdəki kimi bunun qabağına hal artırırıq. Halı qəbul eləsə, bu zaman bu olur mənsubiyyət şəkilçisi. Bir də mənsubiyyətdə sizə demək istədiyim məsələlərdən biri nədir? Yəqin ki, bilərsiniz. İsim, cisim, nəsil, fəsil, qədir, eyib, zehin, nə bilim, fəsil, sinif, sətir. Bizim bir milli sözlərimiz var, bir alınma sözlərimiz var. Bax, bu dediklərim, saydıqlarım alınmadır. Milli sözlər də bizim bədən üzvlərimizdir. Yazıram bura, bədən üzvlərimizdir. Bunlar da isim, cisim, nə bilim, fəsil və s. bir müəllim həmişə təkrarlayırdı, yadınızda qalmış olar. Bax, əgər bu alınma sözlərə hal şəkilçisi artırsam, məsələn, deyirəm ki, mənim, bax, bu halda ismim, mənsubiyyət artırdım. Və yaxud da deyirəm ki, ismim böyükdür və s. Görürsünüz, burada da hal şəkilçisi artırdım. Bu zaman bu isim sözündə ikinci hərfində i hərfi var, görürsünüz. Yəni, saitlə başlayan hal mənsubiyyət şəkilçisi artıranda bu düşür. Siz bunu yazmamalısınız. Əgər siz yazı yazanda isimdən sonra və yaxud da cisim sözündən, fəsil sözündən sonra mənsubiyyət şəkilçisi, hal şəkilçisi yazmısınızsa, siz burada i-sı m şəklində yazmalısınız. Hal şəkilçisi yazmısınızsa. Yəni, mənim burada yazdığım kimi ismim, sənin ismin və s. bu formada yazmalısınız. Amma əgər bədən üzvlərimizdirsə, ağız, ağıl, beyin, bax, başdan yuxarıdan gəlirsiniz, ağıl, beyin, sonra gəlirsiniz boyun, burun, nə bilim, ovuc, oğul, qarın, könül, çiyin və s. da düşürsünüz aşağıya qədər. Bu sözlərdə yalnız mənsubiyyət artıranda, qoy sözlərdən bura yazım. Məsələn, deyirəm ki, beyin, ağıl, ağız və s. Bu zaman mənsubiyyət artıranda bu sözün birini salırsınız. Yalnız mənsubiyyət artıranda salırsınız. Hal artıranda olduğu kimi qalır. Bu sözlərin mahiyyətini başa düşün. Məsələn, oğul sözü də bura aid. Məsələn, deyirəm ki, sənin oğlun. Baxın, fikir verin. Bayaq dedik, sənin, onun, bizim artırırıqsa bu hal şəkilçisidir. Artırdığımız mənsubiyyət şəkilçisidir. Və buradakı görürsünüz, mənsubiyyətdə bədən üzvləri ancaq mənsubiyyətdə ikinci saitini düşürür. Görürsünüz, oğul sözündə u hərfini burada yazmamışam, düşübdür. Fikir verdiniz. Amma hal olsaydı, məsələn, oğlunu çağır. Görürsünüz, burada artıq düşmüş. Hal şəkilçisində düşmüş, ancaq mənsubiyyətdə düşür. Yəni, bunun belə mahiyyətini başa düşürsünüz ki, əgər alınma sözlərdə isim, cisim, nəsil, fəsil, nə bilim, bu kimi sözlərdə əgər sözümüzə hal
həm də mənsubiyyət şəkilçisi artırılır. Yəni isim, cisim, nəsl, fəsil sözlərində mənsubiyyət və hal şəkilçisi sonunda ikinci saiti yazmırsınız. Ümumiyyətcə bu sözlərdə ikinci saiti yazmırsınız. Bunda da nə vaxt yazmırsınız? Əgər o mənsubiyyət şəkilçisidirsə. Mənsubiyyət də halı da fərqləndirməyi sizə bayaq öyrətdim. Qabağına onun, sənin artırdığın sözlər, bax bunlar haldır. Çünki mən, sən, onun üzərində mənsubiyyət ola bilməz. Yəni artırdığında deməli mənsubiyyət şəkilçisiymiş. Bunu avtomatik olaraq bildiniz. Hansı sözü fərqləndirə bilmirsinizsə, qabağına onun, sənin artırır. Əgər bunları qəbul eləyirsə, ın və ı-da qəbul eləyirsə, bu deməli mənsubiyyət imiş. Qəbul eləmirsə, deməli hal şəkilçisiymiş. Başqa burada heç bir fərqli məqam yoxdur. Əgər ı-nın da təsiri hal olduğunu bilmək istəyirsinizsə, sözü cümlədən çıxardırsınız, yerinə onu, bunu qoyursunuz, alınsa təsiri haldır. Burada heç bir çətin məqam yoxdur. İsmin digər hallarını da bilirsiniz. A, ə yönlü hal şəkilçisidir. Yön istiqamət bildirir. Dadə yerli haldır. Dandən də çıxışlı hal şəkilçisidir. Başqa heç bir məqam yoxdur burada. Yəni ismin halından, mənsubiyyətindən bu qədər. Başqa da qaydada yazmışam ən əsas şeyləri biləcəksiniz. Hə, bir də desək ki, ismin belə bir sual düşmüşdü sınağa. Hansı halları, yalnız 3 dənə şəkilçisi var. Yadda saxlayın. Adlı hal, hal şəkilçisi qəbul eləmir deyə ismə məxsus 3 şəkilçisini qəbul eləyir. Yəni cəmi qəbul eləyir, mənsubiyyəti qəbul eləyir, xəbərliyi qəbul eləyir. Amma 4-cü kateqoriya olan hal şəkilçisi yoxdur. Yəni şəkilçisi yoxdur deyə 3 kateqoriyasını qəbul eləyir. Bir də təsiri hal 3 kateqoriyasını qəbul eləyir. Hal şəkilçisi var, mənsubiyyət də var. Deməli cəmlənə də bilir. Bu da xəbərli şəkilçisi qəbul edə bilmir. Bu da 3 dənədir. Bunu yadda saxlayın. Qalan hər biri cəmlənir də, mənsubiyyətə görə dəyişir də, hal şəkilçisi də var, xəbərli şəkilçisi də qəbul edə bilir. Yalnız adlıq və təsiri hal ismə aid sadəcə 3 dənə kateqoriyanı qəbul edə bilir. Çox da beyninizi yormaq istəmirəm. Ümid edirəm ki, başa düşdünüz. Gəlin elə sizə bir iki dənə də test nümunəsi göstərim. Ən yaxşı versiyada yadda saxlayaq. Baxın, mənsubiyyət şəkilçisi. Deməli, mənsubiyyəti tapmaq üçün nə edirik? Qabağına mənim, sənin, onun, bizim artırıq. Bax, təkcə mən artırsınız, heç vaxt mənsubiyyəti tapmayacaqsınız. Ancaq nə artırmalısınız? Mənim, hal şəkilçili. Bu elə özü hal şəkilçisidir. Ona görə mənsubiyyətin qabağını artırırıq da. Bunlar axı mən, sənin, o, biz mənsubiyyət qəbul eləmir. Bunların üzərində hal var. Biz nə varmalıyıq? Mənsubiyyətin qabağını hal artırmalıyıq. Gəldiniz. Baxın. Gəldiniz, kim gəldi? Siz gəldiniz. Hal artırmadım axı bura. Deməli, bu mənsubiyyət deyilmiş. Qardaşımız. Deyirəm ki, bizim qardaşımız. Bəli, bu artıq nədir? Mənsubiyyət şəkilçisidir. Bizə də deyir ki, ikinci şəxsin cəmi olsun. Birinci şəxsimiz ım, cəmi ımız. İkinci şəxsimiz ın, cəmi nədir? Inız olmalıdır şəkilçimiz. Bu ımızdır, birinci şəxsin cəmidir deyə bunu götürmürəm. Sonra şagirdi. Məsələn, onun şagirdi desəm, nə olsun, yenə də bizə üçüncü şəxs yox, ikinci şəxsin cəmi lazımdır. Müəllimsiniz, burada da yoxdur. Kitabınız, baxın, sizin kitabınız. İkinci şəxs siz, cəmi sizindir. Deməli, mənsubiyyət neymiş? Buydu. Görürsünüz, qabağına hal şəkilçili söz artırdı. Məsələn, deyir ki, mənsubiyyət şəkilçili olan ismin birləşmələri müəyyən edin. Əxlaqi dəyərlər, onun əxlaqi dedi, deyə bilərəm, deyə bilmirəm. Deməli, bu nəymiş? Elə hal şəkilçisiymiş. Burada mənsubiyyət yoxdur. Evi tikmək, onun evi tikmək deyə bilərəm, olmuş. Deməli, bu hal şəkilçisiymiş. Sürməyə şal, onun sürməyə şal deyə bilmirəm, hal şəkilçisiymiş. Tarixi bilmək, onun tarixi bilmək, olmur, hal şəkilçisiymiş. İnsan taleyi, onun taleyi deyə bilərəm və yaxud da insanın, bura artıra bilərəm də hal şəkilçisini deyə bilərəm. Xalqın mənafeyi deyə bilərəm. Görürsünüz, hal, sonra mənsubiyyət. Əgər burada bir söz veribsə sizə, qabağına ınla bağlı hər hansısa bir yəli hallı söz artıra bilirsinizsə, problem yoxdur, mənsubiyyət şəkilçisi. Xalqın mənafeyi və yaxud da onun mənafeyi. İnsan taleyi, onun taleyi də deyə bilərəm. Deməli, neymiş? Buradakı i mənsubiyyət şəkilçisiymiş. Aha, baxaq.
Birinci şəxsin cəmi təkidir, bir nəfəri bildirir. Cəmində nə olur? Dediyim kimi ız artırırıq. Imız. Təkidir, ımız nədir? Cəmidir, ikinci şəxs. Deməli, bizə nə lazımdır? Birinci şəxsin cəmi, yəni ımız şəkilçisi lazımdır. Baxıram, ımız harda var? Buradadır. Bizim. Hal artırdım qabağına. Deməli, bu nəymiş? Mənsubiyyət imiş. Mənsubiyyə şəkilçisi 2 dənə söz işlənibdir. Kəhər ad onunkudur. Dedik ki, onun, sənin, mənim sözlərində heç vaxt mənsubiyyə şəkilçisi olmur. Deməli, bu haldır. Bu getdi. Gələcək bizim nəslindir. Bizim dediyim kimi mən, sən, o, bizim üzərində hal olur. Heç vaxt mənsubiyyət ola bilməz. Azadlığın öz əlindədir. Sənin azadlığın deyə bilərəm, sənin azadlığın öz əlindədir. Deməli, halın burada varsa bu nəymiş? Mənsubiyyət öz əlindədir. Sənin əlindədir deyə bilərəm. Sənin əlin sənə mənsubdur. Deməli, bu da nəymiş? Mənsubiyyə şəkilçisidir. Yadınızda saxlayın, mənsubiyyətin qabağını öz də artıra bilərsiniz. Öz olanda da yenə də ortaya çıxır. Öz azadlığın öz əlindədir. Mənsubiyyə şəkilçisi sözlər hansı bənddədir? Sancı hiss etmək. Onun sancı deyə bilərəm. Niyə onun artırdım? Çünki olanda o artırırıq. Olsaydı sən artırardıq. Qəbul eləmədi ki, onun sancı hiss etmək. Deməli, bu elə nəymiş? Hal şəkilçisiymiş ki, halı qəbul eləmədi. Mənsubiyyət deyil. Həyati əsər. Onun həyati əsər olmur. Deməli, bu da mənsubiyyət deyil. Armudu stəkan. Onun armudu stəkan olmur. Həyatı öyrənmək. Onun həyatı öyrənmək. Onun zehni möhkəmləndirmək olmur. Onun zehni, şairin həyatı. Bax, mən sənin oda olan hal şəkilçin var. Deməli, burada mənsubiyyət var. Burada da hal şəkilçin varsa, qabağındakı nəymiş? Mənsubiyyət. Yəni, üstə gələk, görsəz bəzi sözlərdə, məsələn, onun zehni. Yadda saxlayın ki, birinci gələn yəlik, ikinci gələn mənsubiyyət. Birinci gələn yəlik, ikinci gələn mənsubiyyət. Qayda da budur elə. Birinci gələn yəlikdir, ikinci gələn nədir? Mənsubiyyət. Bax, bu qaydanı yadda saxlayın. Y-mı sözünü mütləq yadda saxlayın. Y-mı, yəlik, sonra mənsubiyyət olmalıdır. Bu qədər. Ümidvaram ki, başa düşmüsünüz bu hissəni. Bundan sonraki tapşırıqları özünüzün yazmağınızı istəyirəm. Ev tapşırığı olaraq da qrupa atacağım tapşırıqlarınızı. Sağ olun, hələlik.